Salam möhtərəm dostlar. Kim həyatını yaxşı yaşamaq istəyirsə, bu söhbəti dinləsin. Bədən xəstədirsə heç bir uğur, zövq verməz. Hərəkət et, sadə ye, az ye, stressdən uzaq ol. Ehtiyacını azaldaraq qənaətlə yaşa. Borc içində rahatlıq olmaz. Gəlir mənbəyin 2 olsun. Bir qapı bağlananda digəri açılsın. Hər gün öyrən. Bilik qorxunu azaldır, imkanları artırır, düşüncəni dərinləşdirir. Həyatı emosiya ilə yox, ağılla idarə et. Oturub durduğun adamları düzgün seç. Enerji alan yox, enerji verən insanlarla ol. Daima şikayət edən, paxıllıq edən, mənfi fikirlər danışan insanlar həyatı ağırlaşdırır. Kiminlə sənə xoşdursa onunla ol. Zamanı qoru. Pul gedər də, gələr də, amma zaman geri gəlməz. Gərəksiz söhbət, gərəksiz narahatlıq, gərəksiz məşğuliyyət həyatı çürüdür. Hərəkət bədəni gənc saxlayır. Düşünmək ruhu diri saxlayır. Həm başı, həm də əli işlədəcək bir işin olsun. Sadə sevinclər yarat, kiçik anlardan zövq al. Keçmişə ilişmə, gələcəkdən qorxma. Keçmiş dərs üçündür, gələcək planlar qurmaq üçündür. Yaxşı həyat bugün qurulur. Öz yolunla yaşa. Başqasının həyatı ilə özünü müqayisə edən insan heç vaxt rahat olmur. Hər kəsin tempi, şansı, yolu fərqlidir. Qorxu ilə yox, şuurla yaşa. Ölümdən qorxmaqla deyil, vaxtı dəyərli yaşamaqla həyat gözəlləşir. Hər gün özündən soruş. Bugün həyatıma yeni nə qatdım, nə iş gördüm? Həyatını ən yaxşı yaşayan insanlar sağlamlığa yatırım edər. Sadə yaşayar, daim öyrənər. Pulunu ağılla idarə edər. Dostlarını düzgün seçər. Zamanını qoruyar. Emosiyanı yox, ağılı rəhbər tutar. Kiçik sevinclərlə xoşbəxt olur və mənəvi tarazlığı saxlayır. Yaxşı həyat nə çox var dövlətdədir, nə də tam vardan dövlətdən imtina etməkdədir. Yaxşı həyat orta xəttin biraz altında qalmaqdır. Bu qədər. Allah amanında qalın. Usta Maarif kanalını izləyin.